Mərhum xalq artistinin kürəkəninin vətəndaşlardan birinə küllü miqdarda pul atdığı deyilir. Pulu geri qaytarmaqda imtina etdi. Mərhum xalq artisti Ramiz Əzbəlinin kürəkəni Rüfət Qasımzadənin vətəndaşlardan birindən 55 min dollar pul aldığı müəyyən iş qurmaq müqabilində, amma sonradan işin alınmadığı və həmin o pulun da yarısının geri qaytarılmadığı bildirilir. Mənim atam və əmim rəhmətli xalq artistimiz Ramiz Əzbərli ilə dost olublar, yaxın dost olublar. İş görmək istəmişdim. Və mənə dostum tərəfindən təklif gəldi ki, bəs belə bir iş təklifi var, Çunda qızıl dükanı aça bilərik. Rüfət Qasımzadə ilə tanış elədi bizi. Rüfət Ramiz Əzbəlinin kürəkəni. Biz tanış olanda məlum oldu ki, bəs atam onu tanıdı. Bundan sonra etibarlılıq daha çox artdı. Bizə Çunda yerini göstərdi ki, bəs burada qızıl dükanım var. Qızılı burada alacaq, satacaq və polkalara paylayacaq və oradan əldə olmuş xeyirlərlə 1-2 aydan sonra burada polka bir dənə də açacaq. Sən özün də şəxsən burada olasan. Təəssüflər olsun ki, hər ay vaxtı uzadaraq dedi ki, mənim Türkiyədə 5 kiloqram qızıl gətirdiyim zaman mallar Türkiyə hava limanında tutulubdur. Daha sonra isə Rüfət pulu başqa adamlara faizə verdiyini söylədi. Pulu geri qaytarmaqda imtina etdi. Mən Yasamal Polis İdarəsinə şikayət bildirdim. Mənə Rüfət iltizam yazaraq 8 min dollar məbləğində pul geri qaytardı. Mən Baku TV-yə çıxacağımı bildirdikdən sonra mənə 5 min dollar məbləğində pul verdi və Baku TV-yə çıxmamağımı söylədi. Əgər çıxarsam, qalan məbləği isə mənə verməyəcəyini bildirdi. Sizin hazırda Rüfət adlı şəxsdə nə qədər pulunuz qalıb? Hal-hazırda 20 min dollar Rüfət pulu qaytarmalıdır. Rüfət bu işdə tək deyil. Burada Qasımlı Boran şəriyi var və Məmmədzadə Məmməd onun şəriyidir. Rüfət bəy salam. Baku TV-nin əməkdaşı Mürvət Salikoğlu sizlə danışır. Elşən bəy deyir ki, iş quracaqdıq, 55 min dollar pul verdim, amma sonda nə iş var, nə pul var. Pulumun da yarısı qalıb qaytarmır Rüfət bəy. Bu məsələ polis araşdırması aparılıb. Araşdırma nəticəsində ki, polis hər şey müəyyən edib, təyin edib. Elşədə hal-hazırda da ki, pullar qaytarılıb. Pulun yarısı qaytarılıb deyir. 80% qaytarılıb. Bəs o 20%-nə vaxt qaytarılacaq? Polisdən məlumat ala bilərsiniz, polis nəzarətindədir iş. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirdi ki, söz gedən məsələ ilə bağlı Yasamal rayon polis idarəsində araşdırma aparılır. Burada polis tərəfindən araşdırılası məsələlər nədən ibarətdir? Doğrudan da belə bir ortada iş olub yoxsa yox və bunlar müəyyən olunarsa ki, burada heç bir iş yoxdur. Şəxs barəsində artıq cinayət məcəlləsinin 178-ci maddəsini cinayət işi qaldırıla bilər. Pulu qoyan şəxsə zərər çəkmiş kimi tanınır. Daha sonra cinayətkar ya gərək pulu ödəsin, bu şəxslə barışsın və vurulmuş zərərə görə dövlət nəfinə də pulu keçirsin və məsuliyyətdən azad olsun, ya da ki ona məhkəmə tərəfindən cəza təyin olunacaq.